Salam değerli izleyicilerimiz. Biz bugün İgid qəhrəmanların sorağı ilə qəhrəman bir oğlun ev muzeyindəyik. O oğul ki, vətən torpaqları uğrunda qəhrəmanlıqla döyüşdü. O oğul ki, ana qucağından istəyib vətən torpağını seçdi. O oğullarımızdan biri qəhrəman oğlumuz şəhid Cəfərov Vüsal Şəfoğludur. Salyan rayonu Xələc kəndindəyik. Qəhrəman oğlumuzun igidliyi bir dastan oldu. Əbədiyyən yaddaşlarda yaşadı. Bir tarix oldu, bir tarixə döndü. Bugün 1 fevral 2026-cı il tarixdir. Biz Salyan rayonu Xələc kəndindəyik. Özümüzə borc bildik. İlk öncə şəhidlər xiyabanını ziyarət edək və sonra isə şəhidin ailəsini, ev muzeyini ziyarət edək. Allah bütün şəhidlərimizin məkanlarını cənnət eləsin, məqamları uca olsun. Bizimlə birlikdə bu ailəni ziyarət etməyə Vüsalların qisasını alan igid oğullardan biri, antiterror əməliyyatları zamanı qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Ramil Rahimovun ailəsidir. Mən istəyirəm ki, ilk öncə hər zaman oğlunu özünün laylası ilə böyüdən, amma qürurla böyüdüb, vətənpərvər böyüdüb, vətən üçün qurban verən anamız Könül anamı dinləyək. Vüsal haqqında bizim izləyicilərimizə az da olsa məlumat versin. Buyurun Könül ana. Mən sizi evimdə, Vüsalın ocağında, Vüsalın ev muzeyində görməkdən çox şad oldum. Həqiqətən də qürur hissi keçirdim ki, bir şəhid valideynləri, Raziyə xanım, siz mənim balamı bugün ziyarətə gəlmişsiniz. Əvvəlcədən sizə təşəkkür edirəm. Çox sağ olun. Allah şəhid balamızın məkanını cənnət eləsin. Vüsalın, Ramilin, Ramillərin, Vüsalların timsalında bütün şəhidlərin ruhları şad olsun, məkanları cənnət olsun. Mən oğlumun haqqında nə deyim, az ömür eləyib, qəhrəmanlıq tarixinə az da olsa, milyonlardan, minlərdən biri olaraq imzasını atan, mən Vüsalımın haqqında çox söz danışa bilərəm. Amma bugün görürsünüz ki, acizanə dururam, sakitcə dururam. Çünki yorulmuşuq artıq. Yorulmuşuq, bizi illər yorur. Çəkdiyimiz ağrı-acılar yorur. Amma mən yenə də oğlum haqqında qürurla demək istəyirəm ki, oğlum Azərbaycanın 30 ildən artıq işğal altında olan torpaqlarının azadlığı uğrunda şəhid olub. Oğlum Füzulidən Şuşaya qədər döyüşüb. 44 günlük müharibənin 42 günü Vüsalım döyüşüb. Noyabrın 6-sında Zəfərə, Qələviyə 2 gün qalmış şəhid olub. Noyabrın 11-də də biz rayonumuzun Xalaç kəndində gətirmişik öz şəhidlər xiyabanımızda rəhm eləmişik. Mən oğluma demək istəyirəm ki, oğlum səninlə qürur duyuram. Bütün Azərbaycan şəhidlərinin ruhları şad olsun. Məkanları cənnət olsun, nur içində yatsın balalarımız. Mən sizə də təşəkkür edirəm. Şəhid anası, şəhid atası, qardaşımız. Raziyə xanım, sizə sonsuz təşəkkür edirəm ki, həmişəki kimi yenə də gəlmişsiniz bizim evimizdə, ocağımızda oldunuz. Bizi ziyarət elədiniz. Allah sizdən razı olsun, çox sağ olun. Biz sizə təşəkkür edirik ki, vətən üçün belə qəhrəman övladlar böyütdünüz. Bəli, Vüsalların qisası alındı. Ali Baş Komandanın müdrik siyasəti qəhrəman oğullarımızın, rəşadətli müzəffər ordumuzun gücü nəticəsində həmin oğullardan biri də elə Vüsalların qisasını alan oğullardan birinin anası yanımızdadır. Ramil Rahimovun anası Gülhava xanım. Buyurun. Təşəkkür edirəm Raziyə xanım, çox sağ ol, Allah köməyiniz olsun. Biz bugün Salyan rayonuna gəlmişik, mən birinci gəlişim deyil, Salyan rayonunda çox olmuşam. Bugün də qismət Vüsal balamızın ocağını ziyarət eləmək oldu, onun ev muzeyini ziyarət eləmək oldu. İlk öncə şəhidlər xiyabanını ziyarət elədik. Allah şəhidlərimizin ruhunu şad eləsin, məqamımız eləsin. Sizlərə təşəkkür edirik ki, bugünkü günü qapınızı, evinizi bizim üzümüzə açdınız, bizi qonaq elədiniz. Çox təşəkkür edirik. Həqiqətən, nətər deyim, şəhid ailələri bir-birini daha görəndə daha xoş olur. Həm də bir-birini daha yaxşı başa düşürlər. Bizə də çox xoş oldu ki, Raziyə xanıma təşəkkür edirəm. Bugünkü günü sizinlə tanış elədi. Sizin evinizdə, ailənizdə, ocağınızda oldu. Çox sağ olun, təşəkkür edirik. Allah Vüsalın timsalında cəm şəhidlərimizin ruhunu şad eləsin, məqamımız eləsin.
Mən də antiterror şəhidi Ramil Rəhimovun anasıyam. Necə Vüsal əmanət qoyub gedib, bir balası qalıb. Ramilin də 2 balası qalıb, qız evladı qalıb. Allah qorusun. Allah onlardan qalan əmanətləri qorusun. Adlarına layiq böyüsünlər. Atalarının adına layiq olsunlar. Bunu tövsiyə edərdim. Raziyə xanıma da təşəkkür edirəm. Çox sağ olsun. Biz sizə təşəkkür edirik. Mən onu da nəzərinizə çatdırım ki, dəyərli izləyicilərimiz, həqiqətən də bu oğullar vətən üçün ölümün gözünə ölümsüz baxan qəhrəman oğullar oldular. O oğullar ki, ürəklərində dəniz boyda, dənizdən böyük ümmanlar boyda arzuları vardı. Arzularının ən böyüyü vətən torpağını azad görmək idi. İndi deyirəm, ruhum şad olsun Vüsalım. Bugün uğrunda canını fəda etdiyim vətən torpaqları azaddır. Yanında Vüsalın atası və Ramilin atasıdır. Mən istəyirəm elə 1-2 kəlmədə bu atalarımız ürəklərindən keçənləri desinlər. Buyurun. Allah məqamlarınızı eləsin. Allah rəhmət eləsin. Buyurun Şəfi ata. Allah cəmşəhətlərimizə rəhmət eləsin. Bizə xoş gəlmişsiniz. Allah gələn ayaqlarınızı var eləsin. Gedib ziyarət eləmişsiniz. Şəhidlər xiyabanı, ev muzeyini ziyarət eləmişsiniz. Şəhidlərə nələr eləsə yazdı. Şəhidlərin qapısı həmişə açıqdır. Həmişə hər kəs gəlib ziyarət eləyə bilər. Allah gələn ayaqlarınızı var eləsin. Allah cəm şəhid bağlarımıza da rəhmət eləsin. Biz valideynlərə səbir dözüm versin. Amin. Bəli, bu oğullar bir zaman anaları közdəykən 5 başında onlara laylar dedi, böyütdü. İndi isə vətən torpaqları bir ömür boyu ana kimi qucağına alıb, igid qəhrəman oğullarımıza ana kimi ömür boyu laylay deyəcək. Bu vətən sizi unutmadı. Qəhrəman vətən oğulları. Ruhunuz şad olsun. Doğma Qarabağımız azaddır. Qarabağ Azərbaycandır. Vətən sağ olsun.